Keçən dəfə daimgil demişdim ki, qoyun kəsmişdilər. Bizə də qurbanlıq verdilər, ayaq verdilər və cızbız üçün hər şey. Nədir onun adı? Biz yəqin ki, hazırlayacağıq hər şey dadlı-dadlı. Burada ucu yavaş-yavaş buzdan əriyir. Çünki biz götürdük, tez buzxanaya götürdük, qoyduq. Və yadımdan çıxdı sizə keçən dəfə kəsməyə. Ya çəkməyə daha doğrusu. Bunu yəqin ki, ya hamısını sobada eləyəcəyik. Amma mamaya dedim ki, mama bəlkə kəsək ətini, başqa yeməklər hazırlayaq. Baxaq da nə eləyəcəyik. Alış-veriş videosunu çoxdandır sizə göstərmirdim. Deməli, nə var, nə yox. Sirap. Axırı vaxtı doğrudan da dəhşət çox sirap içirik. Əsasən də mən ac olanda indi belə bir taktika eləyirəm. Ya kola zero içirəm, bilirəm. O qədər yaxşı bir şey deyil sağlamlığa. Və yaxud da sirap. Xiyar. Burada kilosu 1.88, 2.26 aldı. Kartof. Kilosu 69 qəpiydi, 1.74'də. Çalışalım. Bizə kadr biraz dəyişikliyi eləyim. Çuğundur. Mama stola etmişdi şubanı. Dedi bir dəfə də eləsin. Nəsə az yedi, nə yedi, yenə istədi ürəyi. Çox dadlı alınmışdı. 70 qəpik kilosu, 41 qəpik elədi. Burada çuğundur. Çörəklər hansılar biz alırıq, soruşanlar. Çörəkçinin bu ağ çörəyini alır. Nənəm yeyir. Bizdə nənəm ağ çörək yeyir. Bizi isə çörəkçinin kəpəklisini yeyirik. Baton kəpəkli. Bunun qarası da var. Bu daha dadlıdır. Boz rəngindəki daha dadlıdır. Mamaçka ümumiyyətlə şirniyyatları çox sevir. Ona görə halva aldı. Halvanın kilosu 5.99'dur. Bu 2.92 elədi. Yaxından göstərim. Bu göyərtilərimiz. Bu bizim turşularımız. Sabahları cızbız çəkmək istəyirik. Turşular. Həm turşu xiyar aldıq. Turşu xiyar. Deməli kilosu 5.45 idi. 2.10 aldıq. Yarım kilo. 300 neçə? 386 qramda. Belə deyək, düzün deyək. Və burada 4.09 aydı bu. Burada qarışıqdır. 2 manatlıq aldıq. Və burada kök. İnanmıram ki, o qədər maraqlı olacaq. Nə qədər tutdu? Nə qədər tutdu? 16 manat 86 qəpik tutdu. Bu qədər. Az olsa da dedim çəkimdə, niyə də yox. İnanırsınız, keçən dəfə belim qırılmışdı daşımaqdan. 160 manata götürdüyü alış-veriş elədi. Mama dedi, qəşəyindi də çək. İnanırsınız, belim o qədər belə çökmüşdüm ki, dedim, mama, mənim halım yoxdur. Halbuki taksi ilə gəldi, qaldırana qədər belim əyilmişdi. Ona görə dedim, bu dəfə heç olmasa az da olsa kiçik bir alış-veriş olsa da göstərim də, hissələrə də maraqlıdır, bilirəm. Çox sağ olun əzizlərim, izlədiyiniz üçün getdik növbəti kadra. Və yadımdan çıxdı sizə göstərim. Burada qatığımız və 2 ədəd belə ayran. Bu ayranlar nə bilmirəm kimdə olur, adamın qarnı köpür, belə şişir. Yəni bu ayrandan nədənsə bu yoxdur. Məndə laktozaya qarşı biraz problemlərim var. Ona görə mən çox nə ayran içə bilirəm, nə qatıq yeyə bilirəm. Ona görə ayran 2 dənə belə və yumurta göstərəcəm sizə. 2 dənə ayran və yumurtalarımız. Uşaqlar, dostlar, indi dəqiqisi. Dostlar, hamıya salam. Nanula SMR kanalına xoş gəlmisiniz. Öncədən sizinlə salamlaşmadım. Dedim ki, salam vereyim. Kimlər ki mənə deyir ki, ev işləri görmürsən, dedim ki, vlogda da az da olsa sizə göstərim ki, yenə də deyirəm, az da olsa ev işləri görürəm, ən azından olur ki, kömək edirəm. Amma konkret olaraq özümü evdar insan kimi, yəni saymıram. Əgər ürəyim istəyirsə bunu edirəm. Əslində robot palisos var bizdə, amma hərdən gəzmək üçün, nəsə hərəkət eləmək üçün bu palisosu götürüb gəzirəm. Bir tema haqqında da danışmaq istəyirdim. Dünənləri mən şot çəkmişdim. Yəqin ki, hamınız görmüşdünüz. Mən videoda dedim ki, yəqin ki, axırıncı dəfə konkret mən olaraq yemək pişirmişdim. Hardasa 15-16 yaşım
olardı. Və belə yemək hazırlamağı sevmirəm. Sadəcə hardasa kiməsə nəsə kömək edə bilərəm, amma özüm oturum başdan ayağa kimi özüm o yeməyi hazırlayım. Belə bir şey məndə yoxdur. Mənə də əsasən kişi cinsi yazmağa başladı ki, səni niyə kimsə onda ərə alsın, onda sən nəyə lazımsan? Mən də artıq yəni açığı evlilikdən qorxmağa başladım. Yəni qadın kişi üçün nədir? Toz soran və qab yuyandı və yemək bişirəndi, yoxsa necə? Mən də dedim ki, mən də işləyirəm də, ancaq yəni o işləməyəcək də. İkimiz eyni zamanda hazırlayıb bir-birimizə kömək edə bilərik. Mənə də geri dönüş olaraq deyildi ki, sən yorula bilməzsən, amma kişi yorula bilər. Ona görə sən hazırlamaq məcburiyyətindəsən, o isə hazırlamaq məcburiyyətində deyil və bu momentdə mən böyük bir şok yaşadım açığı. Mənə maraqlıdır, siz nə düşünürsüz? Aşağıda dəqiq rəylərdə yazın, çünki mən oxuyacağam. İnşallah bizdə bu günlərin səhər yeməyində nə olacaq? Burada nənəmdir, boş verik. Nənə normalən çox. Burada pendirlərdir. Deməli bu pendir, belə pendir, saçaqlı pendir, elə pendir, belə pendir. Və bu yeni kalbasadır, dadına baxacaq. Mama kalbasanın adı nə idi? Poltavskaya. Poltavskaya, sevimli daddır, çox dadlıdır, dadına baxmışıq. Çox kapçonlu sevməyənlər bəyənəcək. Və mama görünə hazırlayıb. Şuba salatı. Əslində mən dedim yeməyəcəm. Mama da indi su yandırmaq qərarına gəlib. Çünki məndə çəkilişdir. Və burada kompotik. Mamaya həmişə deyirəm, mama suyu bir dənə yandırma da mən çəkəndə. Deyirlər yaxşı. Süper. Mama da dedi ki, mənim halvam yaddan çıxdı. Mama dəhşət vacib bir şeydir. Mamadan küsmüşəm. Səs eləyirlər dəqiqədən 5. Bu çörəyə mən hər şeylə ayırıram. Məndə belə pırvıçqadır. Diyet vaxtında yəni belə pırvıçqadır. Güya bir dənə buterbrot yox, 2 dənə buterbrot yeyirəm. Və bunu dəyişdirə bilmərəm. Axırı vaxtı mamam belə turş kompot eləyir. Belə. Burada da şacaqlı. Mən də ondan yiyirəm. İndi momentdən istifadə eləmək istəyirəm. Niyə də yox. Əgər sizə əziyyət deyirsə, asanlıqla bir dənə like düyməsinə basıb takip atsaz mənə çox xoş olar. Çünki mən bunları gördükcə həqiqətən mənə çox motivasiya verirsiniz. Mən dəhşət çox çəkmək istəyirəm. Daha çox nəsə göstərmək istəyirəm. Və indi bu momentləri tezləşdirib bir neçə mövzu haqqında danışmaq istəyirdim. Birinci mövzu aydın oldu. İkinci bu mövzudur ki, məni dəhşət çox narahat eləyir. Mənə deyirlər ki, mən hansısa bir tanınmış blogerdən nəyisə oğurluyuram və yaxud da nəyisə təkrarlayıram. Ad çəkmək sadəcə istəmirəm, məncə bu düzgün olmayacaq. Amma ki, sizə belə bir şey deyim, əsla belə bir şey yoxdur. O nətər ola bilər ki, mən kameranı öz gözümün qabağına qoyuram və başlayıram öz həyatımı çəkməyə. Nətər ola bilər ki, mən kiminsə, nəyinisə təkrarlayıram. Elə bir şey əsla ola bilməz. Mən ümumiyyətlə rus blogerlərinə dəhşət çox baxıram. Onların vloqlarına dəhşət çox baxmışam. Ancaq bir bloger yoxdur ki, mən ona baxıram. Çox bloger var ki, imенно rus auditoriyası, Ukrayna auditoriyası, onlara baxıram. Onlar da belə formatda çəkirlər. Hansısa bir blogerə baxıb fərəhlənə bilər, enerji ala bilər, nəsə yəni görüb deyə bilər ki, mən də belə bir şey çəkə bilərəm. Amma konkret öz həyatını başqa insan həyatına oxşadıb belə bir vlog çəkmək, onun mümkünatı yoxdur. Siz yəqin ki, başa düşürsünüz də, YouTube kanalına ilk gələn və vlog çəkmək istəyən onsuz da ki, kimdənsə nəyisə görüb, yəni çəkməyə başlayır. Ona görə belə şeylər yazmayın. Nənəm şorba hazırlayıb, mama da biraz kömək eləyib. Burada baranina nədir mama? Qoyun əti ilə və düyü ilə çox ləzzətlidir. Bunu mukbanga 100% çəkəcəm sizə. Və burada vegetarian sos, badımcanla. Nənəm bunu çox ləzzətli hazırlayır, çox. Onu da baxar-xarda yeyəcəyik. Və soyuducuda sizə göstərmək istəyirəm. Burada mama şuba hazırlayıb. Bu da mukbang üçündür. Göstərə bilərəmmi? Göstərə bilərəmmi? Necə göstərəm? Hə. De, gözəlliyə baxın. Sabahları mukbangda olacaq. Bunu da yəqin ki, qoyacaq mukbanga. Mama ayranımız da var, ayranımızı da qoyarıq. Всё. Nə yeyirsən? Hə? Pülümeydi. Vay. Nə qədərdir burada? Çoxdur.
30 lira. Krasavçık. Geçen dəfə Elmaşqanı bəyəndiniz. Dedim ki, mini mukbang indi qoyacağım. Elmaşqa ilə gələr çəkək 100%. Sonra rahat ye, yaxşı, narahat eləmirəm. Dostlar, sizə mukbangda dedim ki, nənəmlə dayım arvadı getdilər nənəmə nişana paltar almağa. Deməli, belə bir akkashlar aldılar. İnanırsınız ki, hər şey çeki yox, nə deyirlər, bir kanı atdım. Bunlar 70-ə idi, 69-a idi bunlar. Çox yumuşaqdı, içi mən də bəyəndim. İndi sabahları mama ilə gedəcəyik, bəlkə mamaya da buna oxşar alacağıq. Və belə bir don. Rukavları belədir. Aşağısı da belə. Çox qəşəng dondu. Nənəm də çox qəşəng qalır. Materialı belədir. 149 aydı, yalan demirəmsə. Yalan demirəmsə. Bu firması yoxdur. Fashion yazılıb. 50 razmerdir. Amma materialı çox qəşəngdir. Nənəmin üzərində çox gözəl qalır. Necə bacaram elə göstərirəm. Hazıram artıq. Son mama ilə gedirik. Zara'ya demişdim, amma mamaya gedirik birinci almağa, sonra Zara'ya gedəcəyik. Ya 3-cü gün gedəcəyik, ya 5-ci gün. Çünki axut yoxdur marketə getməyə. Böyük bədənlər üçün mağazin tapmışıq. Ora gedəcəyik. Alınsa çəkəcəm sizə. Oturmuşam, gözləyirəm. Belə. Mamaya da baxdıq, bunu indi geyinəcək. Mamanın ayaqlarında problem var, bilirsiniz. Çox yumuşaqdır, bəyəndik. Şöyle bu birinci dondu. Parıltı yox, yapabilirsin. Geyinə bilməyəcək, ayağında problem var ona görə. Neçənci razmerdir o? 41. 41'dir. Açılacaq, üst açılacaq, narahat olmayın. Taban tamam oturur. Çox qəşəng. Bu priçoska, hər şey olacaq da. Bu razmer böyük götürən varsa. Я надеюсь, они работают. Burada da gəldik restorana. Mama ilə donu seçdik nəhayət. Ancaq mən qaldım. Nənəm geyindi. Həriyə və nişana mama geyindi. Həriyə və nişana ancaq mən qaldım. Pide ətlə bir dənə və paytaxt salatı bir porsiya. Qıymalı pide. Və paytaxt salatı bir dənə porsiya. Sizdə normaldır bir porsiya, 2 nəfər idi. Hə, normaldır. Ne içəcəksən mama? Albalı sok var. Gel 2 stəkan albalı soku. Soyuq olsun da zəhmət olmasa. Hələ ki, qalsın da mümkündür. Bəli, çox sağ olun. Biz mama ilə Həzə Aslanovda Kameliya butika getdik. O qədər gözəl xanımlar var idi. Hər şeydə kömək elədilər. Özdəki mama biraz mızmızdı. Oran bəyənmirəm, buran gülün bəyənmirəm. Orada belədir, orada belədir. Xanımlar hər şeyi dözdülər. Bizdə bir dənə xanım var idi ki, hansı ki, yəni bizə kömək edirdi. O qədər don seçdi, o qədər əziyyət çəkdi, sağ olsun. Yəni minnətdaram. Bu restoranda o da dedi ki, gəlin, çox dadlıdır burada. Düzdür, biz elə bilirdik dəhşət tezdir də getmək. Hardasa 10-15 dəqiqə o mağazadan getdik, amma yenə də dəyər, dadlı idi, pis deyildi bura. Bilmirəm sizdə necədir, amma məndə elədi ki, mən əgər harasa çıxıramsa, hardasa oturmalıyam. Stoliçni elə ürəyim istədi, sifariş verdik. Evdə istəyirəm, amma başa düşürəm ki, hamısını yemirik. İnanıram ki, mənə eşidəcəksiniz. Belə qabıdır, az deyil. Və çörək. Axırı vaxtı vlog çəkməyi sizə çox sevdim. Burada da qısa bir mukbang, qısa deyil əslində, uzundur, sadəcə tezləşdirmişəm. Mən sizə deyə bilərəm ki, bu Həzin restoranıdır. Əvvəlcədən sizə göstərdim onsuz da ki, burada biraz deyəcəm, əslində paytaxt salatı duzluydu, amma hamının ağız dadı müxtəlifdir. Məsəl üçün, mən mama ilə o qədər duz sevmirəm, amma məncə bizlə nənəm olsaydı, nənəm çox bəyənərdi. Və mən sizə həmişə Etlər restoranı tərifləyirdim, amma burada da bu qiyməli pide sifariş
sifariş verdik. Buradakı pidəni mən daha çox bəyəndim. Çünki əti daha bol idi və sulu idi, çox ləzzətli idi. Məndə də hər məkanda elədir, bilmirəm ya bəxtimdəndir ya nədəndir. Həmişə çox gözəl ofisiantlar olur. Həmişə hər şeyə maraqlanır, rahatçılıqla nə isə dəyişdirir, hər şeyi gətirir. Yəni heç bir problem heç vaxt olmur. Həmişə də sakit, yəni belə ofisiantlar düşür. Ona görə burada da gördüm belədir. Ürəyim çox rahat idi. Ancaq şaurma ilə bir neçə problem oldu, onu deyəcəm. Baxın, belə şaurmadır, ətlə burada. Dadına baxacağım, indi deyəcəm. Burada pendir toplarıdır deyəsə. Pendir topları da bu. Mamada da eynən. Onu yox. Topu istiyor. Yaxşı. Dadlıdır. İçin göstər. Eksperiment eləyirik mamanın üstündə. Dadlıdır, yoxsa belə də? Ya düzündür ha? Dadlıdır. Üzr istəyirəm, mən fikir verdim, həm bu çox duzluydu da. İndi bunu yeyir, elə bil hamısı duzdur. Mən ət hiss eləmirəm. Niyə o qədər duzluyursunuz ki yeməyi? Sizsə Yəni problem olacaq bilirəm axı, yəni sonra. Yəni mümkünsə yemək olmur, yəni mən belə insan deyiləm. Mən prosta duzlu o qədər sevmirəm ona görə. Stoliçni də elə idi, heç nə demədim. Ucu bu qəşəngdir də, yəni düzəlmə falan, hər şeyin bəyənir. Bir dənə duzunu çox eləyiblər. Stoliçni də gördüm, dəhşət çox duzu var, heç nə demədim də. Dedim, hamının ağız dadı fərqlidir. Amma burada duz mama ucu yedi deyir dadlıdır. Sonra kamera söndü deyir, ay nərgiz çox duzludur. Mən də dişlədim, gördüm çox duzludur. Mama utanır da, qorxur da. telefon konusu yok da yok. Əziyyət oldu üzrünüzə. Куси, Куси, ез. Ты без меня не ешь? Вкусно? Əslində məkanlarda ümumiyyətlə problem çıxardan bir insan deyiləm. Çünki nə qədər olub ki, nəsə tük tapmışam və yaxud da nə qırağa qoymuşam yeməyi, dedim ki, eybi yoxdur, tapıldı. Amma ki, gələn dəfə hansı bir müştəriyə belə bir problem olmasın da. Prosta bu günlər dəhşət ac idim də, bunu da dəhşət yemək istəyirdim. Ona görə dedim ki, çox xahiş elədim ki, yəni dəyişsinlər. İnanıram ki, mənə deməyəcəksiniz ki, mən çox pis insanam. Deyə bilərəm ki, şaurmaları möhtəşəm, amma pendir toplarını bəyənmədim. Burada da yadıma düşdü ki, nə qədərdir buradayam da, belimi heç belə arxaya yaslayıb oturmadım. Belim ucu qırılmışdı. Dedim ki, heç olmasa kadrda belə oturum ki, fərqli olsun. Xeyr, minnətdaram, çox sağ ol. Uşaqlar tortun gözəlliyinə bax, cheesecake'dir. Gəlin indi. Qətdir yəqin ki. Bir dənə belə dadına baxam. Mama mənə döyməsin. Biraz bərkdir. Amma qəşəngdir, çox şirin deyil. Burada da nəhayət hələ çaya da yerimiz qaldı. 2 stəkan çay sifariş verdik və cheesecake çiyələ ilə. Çünki çoxları yox idi desertlərin. Nə qədər tiramisu istədim, yox idi. Magnolia istədim, yox idi. Ona görə qərar verdim ki, çiyələli cheesecake götürüm. Soyuducuya görə biraz bərk olsa da çox dəhşət, həddindən artıq çox ləzzətli idi. Konkret tvarojnu dadı gəlirdi. Möhtəşəm bir dadı var idi. Heç nə ona sözüm yoxdur. Ümumiyyətlə yaxşı bir yerdir. Hər şeyi bəyəndim. Hər şey çox dadlı idi. Bir dənə duz məsələsi, o da həll olundu. Ən bəyənmədiyim və yeganə bəyənmədiyim yəqin ki, nə oldusa, o pendir çubuqları idi, topları daha doğrusu. Onun içindəki pendir çox qəribə konsistensiya var. Elə bil içində hazırlanmamış un dadı gəlirdi, qəribə bir dad tam gəlirdi. Yəni heç bəyənmədim ümumiyyətlə. İkinci dəfə heç vaxt sifariş verməzdim. Ən azından bu toplardan söhbət gedir. Qalan hər şey ləzzətli idi. Ümumiyyətlə mama ilə belə bir günlər keçirməyi çox sevirəm. Həqiqətən rahat dincəldim.
Düzdür, çəkiliş eləyirdim, amma yenə də. Bu dəfə də şot bizdə 54 manat qəpiklərlə çıxdı. Ona görə qərar verdim ki, ofisianta 5 manat çivoy verdim. Yəqin ki, gördünüz ki, məndə 10 manatlıq idi. Mama ilə 5-5 dəyişdirdim ki, 5-liklərim olsun. Çünki ödənişi mən kartdan eləyəcəm. Məndə nağd o qədər də yox idi əlimdə. Bir dənə də sualım var. Sizin üçün ofisianta nə qədər pul vermək, daha doğrusu çivoy vermək normaldır? Mən məsəl üçün olur, kofe içirəmsə 3 manat, 2 manat, 5 manat və yaxud da 10 manat belə. Bu dəfə kartla ödəniş, çünki məndə nağd nəsə azdır. Daha doğrusu çivoy isə belə verərik. Bəli, zəhmət olmasa bu da sizə. Deməli, mamaya alış-verişi 250 çıxdı. Bizə endirimdə elədilər, sağ olsunlar. 29 manat endirim oldu. Dayım qızın uşağıdır, Alişka. Göstərəcəm hansı dondu. İkisindən biridir, ya da göstərməyəcəm. Bu kolleksiya idi. Mamanın əynində prima göstərəm, evdə geyindi. Çox qəşəngdir də, materialı çox superdir. İndi göstərirəm, çox gözəldir. Tam olaraq nişanda göstərəcəm sizə. Çox qəşəngdir.